Ola bilərmi ki, müasir dövrün şərtləri var? İnsanları cəlb etmək üçün bir problem atırlar ortalığa və onu bir həftə, 10 gün bu problemi fırladılar. Sən nə dedin, mən nə dedim? Mən belə verişlərə getmirəm. Siz gedərsiniz. Mən də getmirəm. Və mən getmirəm, siz getmirsiniz, o getmir, bu getmir və Kim gedir ora? siz deyən adamlar məsələn gəlirlər ora, otururlar, fikirlərini söyləyirlər. Sonra bir də görürsən ki, mən sözün doğrusu baxmıram, az baxıram. Ötəri işdə olanda hərdən bir ötəri görürsən ki, bu o qədər danışır ki, axırda aktyor ol, niyə üçün mən olmayım? Bax, görürsən, mənim yaxşı nitqim var. Bilirsiniz? C ilə səni düz deyirsənsə, bəs... Mən alqışlamıram belə verişləri. Olmalıdır belə verişlər. Təbii ki, insanlar baxmalıdır, insanlar cəlb edici olmalıdır da, bu boyda yoxdur. Amma bütün efir məkanına elə keçir. Bu boyda yoxdur. Orada elə mövzular var ki, yaxşı deyir. Hər bilirsiniz, hər bir dövlətdə hansı verişlər var, əyləncəli verişlər var, belə polemikalar, nə bilim, kimsə dərmandan danışır, kimsə nədən danışır, o qədər kanallar var. Mənə elə gəlir ki, biz biraz diqqətli olmalıyıq, ona görə ki, evdə balaca uşaqlar böyüyürlər. Bax, ona fikir vermək lazımdır ki, bizim gələcək nəsilimiz bir balaca ayrı cürə o verilişlərlə böyüməsinlər. Məsələn, Sovet vaxtı bir dənə söz var idi, Rusça idi, amma mən Azərbaycan. Nədən vətən başlayır? Deyir, vətən əlifbadan başlayır. Yəni, əlifbə, vətən, bilirsiniz. Bizim uşaqlar Azərbaycan dilindən başqa hər dili bilir demək olar. Amma indi yenə də deyirəm, mən vaxtı ilə bütün təhsilimi Rusça bitirmişəm, konservatoriya, orada ümumiyyətlə dil yoxdur, orada İtalyan dildir. Amma biz o vaxtlar Rusça danışırdıq. Mən indi istəyirəm öz dilimdə danışıram və mənə elə gəlir ki, bir günləri rəhmətli Ağabey Sultanov professor qayıtdı, dedi ki, biz rus dillər biraz yaxşı danışırıq deyir Azərbaycanca, onun üçün ki, biz fikirləşib danışırıq. Fikirləşib danışırıq, istəyirik o sözü tapaq deyək. Uje vsyo da deməyək bu sözləri, bilirsiniz. Bir alternativ sinonim tapıb Azərbaycan dilində danışmaq. Çox çətindir, amma mən də sərbəst danışıram, oxuyuram. Azərbaycan dili mənim ana dilimdir.